200-dən çox xüsusiyyəti bizə pulsuz təqdim edən bir səhifə göstərəcəm sizə. Həm ödənişsizdir, həm də heç qeydiyyata belə ehtiyac yoxdur. Gəlin səhifəyə keçək. Google-da Trello yazarıq, birinci çıxan səhifəyə daxil oluruq. Baxın, belə bir ana səhifə qarşılayır. Burada PDF-lə, şəkillərlə, video ilə əlaqəli bir çox xüsusiyyət var. Məsələn, PDF dosyaları seçək. Burada edit PDF-i seçək. Burada mən PDF dosyasını yükləyəcəm və onun içində düzəlişlər edə bilirik. Onu bir qısa olaraq sizə göstərim. Baxın, yüklədim dosyamızı. Burada artıq istəsəniz yazını silə bilərsiniz və yaxud da başqa şeylər əlavə edə bilərsiniz. Məsələn, YouTube linkini alıb burada videolar bölməsində linki yapışdırırsınız. YouTube videosunun içərisində olan danışıqların hər birini saniyə-saniyə, baxın hansı saniyədə hansı cümlə istifadə olunub, bir-bir bizə onları yazılı formatda çıxardır verir və bunları endirə bilirsiniz. Yəni bunu bir çox yerdə istifadə edə bilərsiniz bu temanı. Sonra şəkillə bağlı bir çox xüsusiyyətlər var burada. Məsələn, şəkillərin rəngləndirilməsi, şəkilin arxa planın silinməsi, şəkillə GIF hazırlamaq kimi. Dediyim kimi 200-dən çox xüsusiyyət var burada. Mən bir-bir bunları saysam video çox uzun olacaq. Ən yaxşısı özünüz daxil olun səhifəyə. Heç bir ödənişə ehtiyac yoxdur və hətta dediyim kimi heç qeydiyyata belə ehtiyac yoxdur. Belə videoları qaçırmamaq üçün səhifəyə takib etməyi unutmayın. Sağ olun, salamat qalın.